Oğlan içeri daxil olduqda gördü anası yerdə uzanıb yatıb. Tez anasını oyatdı. Dedi, ana sen burada niyə yatmısan? Dedi, sənin kibirli yoldaşın məni yuxarıda yatmağa icazə vermədi. Özümü pis hiss edirdim. Ona dedim ki, mənə bir şeylər hazırla. Məni azarlayıb aşağı göndərdi və burada yatmağımı o dedi. Dedi, narahat olma, sən burada uzan, yat ki, mən indi sənə yeyib içmək hazırlayım. Mətbəxə keçdi. Bu zaman kibirli yoldaşı ona yaxınlaşdı. Dedi, nə iş görürsən? Dedi, anama yemək içmək hazırlayıram. Dedi, heç mənimlə ilgilənmirsən, mənə heç vaxt qayğı göstərmirsən, anana nə tez hazırlayırsan? Dedi, sən anama qayğısızlıq göstərmişsən, ona heç bir yardım eləməmsən. Dedi, yox, mən həmişə onun qayğısına qalmışam. Dedi, yaxşı, onda belədirsə, anamı qocalar evinə göndərərəm. Bunu sevinən kibirli qadın çox sevindi və oğlan dostuna zəng etdi ki, bəs boşanma haqqında kağızları hazırla gətir, ancaq yoldaşın bilməsin. Dostu boşanma haqqında kağızları gətirdi və onlara imzalatdırdı. Bundan çox sevinən kibirli qadın dedi, oh, canımız dincəldi bu qadından. Dedi, darıxma ginən, o boşanma haqqında kağız idi, sən artıq bu evdə yaşaya bilməzsən. Məni nədən qovursan? Dedi, sən anama heç vaxtı sayğı göstərməmişsən, ona görə sənə bu evdə yer yoxdur. Sən elə bilirdin ki, mən anamı evdən qovacam. Mən anamı qoyub səni evdən qovacam. Anamı heç vaxt evdən qovmaram. Qadın ağlayıb peşman olduğunu söylədi. Dedi, yox, artıq sənə bu evdə yer yoxdur. Anası oğluna yaxınlaşdı. Dedi, sağ ol oğul, sən evladlıq borcunu yerinə yetirdin. Sağ ol.